Dünən yanvarın 29-da Avropa İttifaqı İran İslam İnqilabının Keşikçiləri Korpusunu, yəni Sepah kimi tanınan qurumu terror təşkilatları siyahısına daxil edib. Qərar 27 üzv dövlətin xarici işlər nazirlərindən ibarət Avropa İttifaqı Şurasının bütün üzvlərinin razılığı ilə qəbul edilib. Avropa İttifaqı əvvəllər Əl-Qaidə, İŞİD və Həmas kimi silahlı qrupları bu siyahıya daxil edib. Həmin siyahıya salınmanın hüquqi nəticələri Avropa İttifaqının bütün üzv dövlətləri üçün məcburidir. Sepahı Avropa İttifaqının terror təşkilatları siyahısına əlavə etmək məsələsi İranda xalq etirazlarının qanlı şəkildə yatırılmasından və Sepahın törədilən cinayətlərdə roluna dair məlumatlar dəqiqləşdikdən sonra Avropa İttifaqının gündəminə gəlib. Eyni zamanda Avropa İttifaqı İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan 15 şəxs və 6 qurum barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə qərar verib. Bu tədbirlər təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakılıq, özbaşına həbs və qorxutma taktikalarından istifadə etməsi də daxil olmaqla dinc etirazların zorakılıqla yatırılmasına görə həyata keçirilib. O cümlədən İranın Daxili İşlər Naziri İskəndər Mömini, Baş prokuror Məhəmməd Müvəhhidi Azad və İnqilab Məhkəməsinin hakimi İmam Əfşari də daxil olmaqla İran hüquq-mühafizə orqanlarının bir çox təmsilçilərinə qarşı sanksiyalar tətbiq olunub. Qeyd edək ki, Sepaha sanksiya tətbiq etməklə onu terrorçu siyahısına salmaq arasında prinsipial fərq var. Əvvəllər Qüds qüvvələri, bəzi əlaqəli şəxslər və şirkətlər timsalında Sepah və onun qolları insan haqlarının pozulması, raket və nüvə proqramları, regionda silahlı qruplara dəstək əsas götürülərək Avropa İttifaqı tərəfindən müəyyən sanksiyalara məruz qalıb. Bu sanksiyalara konkret şəxslər və şirkətlərin aktivlərinin dondurulması və maliyyə məhdudiyyətləri daxil olub. Lakin Sepah bütöv bir qurum kimi rəsmi olaraq Avropa İttifaqının terrorçu siyahısına daxil edilməyib. Dünənki qərar isə sanksiyaların əhatə dairəsini insan haqları və maliyyə tədbirlərindən kənara çıxarıb və terrorizmə qarşı mübarizə qanunvericiliyinin tətbiqinə qədər genişləndirib. Qərarı şərh edən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib. Repressiyalar cavabsız qala bilməz. Avropa İttifaqının xarici işlər nazirləri İran inqilab keşikçilərini terror təşkilatı kimi tanımaq kimi qətiyyətli addım atdılar. Xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz məhvinə doğru hərəkət edir. Sepahın terror təşkilatı adlandırılması Avropa İttifaqı üçün İranla dialoqun heç bir nəticə vermədiyini, indi təcrid və məhdudlaşdırmanın prioritet olduğunu göstərir. Əslində İranın rəsmi dövlət qurumunu terror təşkilatı saymaqla diplomatik münasibətlərin kəsilməsi arasında cəmi bir addım var. Lakin Avropa İttifaqı hələ diplomatik əlaqələri kəsməyəcəyini vurğulayıb. Bununla belə terrorçu təşkilatlar siyahısına daxil edilməsinin Sepah üçün çox ciddi nəticələri olacaq. Birincisi, terrorçu siyahısına daxil edilmiş hər hansı bir şəxs və ya qurum aşağıdakı sanksiyalara məruz qalır. Avropa İttifaqındakı bütün aktivlərinin dərhal dondurulması. Avropa İttifaqı daxilində hər hansı maliyyə və ya iqtisadi resursların yaxud xidmətlərin köçürülməsinə və ya alınmasına qadağa, Avropa şirkətləri ilə hər hansı əməkdaşlığa qadağa. Bundan əlavə, Avropa İttifaqının məhkəmə sistemi hətta əvvəlki maliyyə əlaqələrini də araşdıra bilər. İran iqtisadiyyatının əsas sektorlarında, tikinti və energetikadan hərbi sənayeyə qədər mövcud olan Sepah kimi böyük bir qurum üçün bu cür sanksiyalar Avropa maliyyə bazarına çıxışın tamamilə kəsilməsinə səbəb ola bilər. İkincisi, Avropa İttifaqına giriş qadağası. Sepah üzvləri, komandirləri və onlarla əlaqəli şəxslər Avropa İttifaqına daxil olmaq üçün vizalarını itirəcəklər. Avropa ərazisinə daxil olduqları təqdirdə həbs və ya məhkəmə təqibi ilə üzləşəcəklər. Onların adları Avropa İttifaqının polis və sərhəd nəzarəti informasiya sistemlərində qeydiyyata alınacaq və bu da onların həbs olunmasını mümkün edəcək. Üçüncüsü, terrorçu siyahısında olmaq o deməkdir ki, milli Avropa məhkəmələri Sepahla əlaqəli şəxslərə və şirkətlərə qarşı cinayət işi aça bilər. Bununla bağlı sənədlər və sübutlar terrorizmi dəstəkləmək, çirkli pulların yuyulması və ya insan hüquqlarının pozulması kimi beynəlxalq cinayətlər üzrə məhkəməyə vermək üçün istifadə ediləcək. Sepahı dəstəkləyən xarici şirkətlər və şəxslər də hüquqi məsuliyyətə cəlb ediləcək və onlara ağır cərimələr tətbiq olunacaq. Beləliklə, Avropa İttifaqının qərarı İran İslam Respublikası və Sepah üçün böyük siyasi zərbədir. Çünki Avropa İttifaqı bu qurumu təkcə insan haqlarının pozulmasına görə deyil, həm də rəsmi şəkildə terror təhdidi olduğuna görə hədəfə alır. Əslində bir ölkənin rəsmi hərbi qurumunu terror təşkilatları siyahısına salmaq, onun istənilən beynəlxalq əlaqədə hədəfə almaq üçün hüquqi öhdəlik yaradır. Bu, Avropa Birliyi üzvlərini Sepaha qarşı təhlükəsizlik məlumatlarının mübadiləsi, tərəfdaşlarının terrorçu qüvvələr kimi aktivlərinin dondurulması və terrorçuluqla əlaqəli məhkəmə proseslərinin başladılması kimi sərt tədbirlər görməyə vadar edə bilər. İndiyə qədər Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada və bir sıra digər ölkələr Sepahı terror təşkilatı hesab edirdilər. İndi Avropa İttifaqı bu qrupa qoşularaq qlobal səviyyədə İrana qarşı sanksiyaların və təzyiqlərin koordinasiyasını gücləndirir. Avropa Parlamentinin İranla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Hanna Newman bu qərarla bağlı deyib:
Bu simvolik bir hərəkət deyil. Bunun çox aydın hüquqi nəticələri var. Müstəntiqlər və hüquq mühafizə orqanlarının əməkdaşları nəhayət Sepahla bağlı şəbəkələrə, agentlərə və bu əlaqədən iqtisadi cəhətdən faydalananlara qarşı tədbir görmək üçün aydın hüquqi əsasa malikdirlər. Bundan sonra IŞİD və ya Həmasa tətbiq olunan qaydalar Sepaha da şamil olunacaq. Yəni onlarla əməkdaşlıq edən hər kəs Avropa İttifaqında cinayət törətmiş olacaq. Avropa İttifaqının bu addımı İran əhalisinə və xaricdəki İranlılara aydın bir mesaj göndərir. Uzun illər davam edən cəzasızlıq dövrü başa çatıb. Təhdidlərə, zorakılıqlara və repressiyalara artıq dözülməyəcək. Sepahı idarə edənlər və dəstəkləyənlər sərt hüquqi təqib gözləməlidirlər. Beləliklə, İran hakimiyyəti əhalinin etirazlarını qan içində boğmaq siyasətinin ilk ciddi beynəlxalq nəticəsi ilə üzləşib və bu proses yəqin ki, davam edəcək. Bu da rejimin onsuz da ağır olan durumunu daha da ağırlaşdıracaq. Onun beynəlxalq miqyasda təcridinin güclənməsinə və son nəticədə təklənməsinə gətirib çıxaracaq. Buradan tam süquta qədər isə cəmi bir addım qalır.